Hər vaxtınız xeyir olsun. Fəza fiqurları mövzusunun izahına baxırıq. Müxtəlif fəza fiqurları mövcuddur, hansı ki, kub, paralellepiped, prizma, tetraeder, oktaeder, ikosaeder və s. Yəni bunlar çoxdur. Sadəcə bizdə magistr proqramında ən çox sual düşən mövzu kublar mövzusudur. Bu səbəbdən də biz daha çox kubları öyrənirik. İndi başlayırıq. Kub nədir? Bildiyimiz kimi kub 6 üzü, 8 təpəsi və 12 tili olan bir fəza fiqurudur. Hansı ki, onu bu formada göstərə bilərik. Biz kubla bağlı suallarda hansı tipdə suallar qarşımıza çıxa bilər? Fırlanma ilə bağlı suallar ilk öncə qarşımıza çıxa biləcək tip fiqur fırlanmasıdır. Fırlanma. İkinci tiplər ondan ibarətdir ki, bizə kubun açıq forması verilir. Bizdən onun bağlı formasını soruşur. Təbii ki, bu ikinin alt kateqoriyasında ola bilər ki, açıq forma bizə verib, onun digər bir açıq formasını soruşur. Bağlı forması verib və kubun bizdən başqa bir bağlı formasını soruşur. Və ən nəhayətində bağlı forma verir və bizdən kubun açıq formasını soruşur. Bu tipdə bağlı və açılış vəziyyətləri ilə bağlı 4 tipdə sual qarşımıza çıxa bilər. Qeyd etdiyimiz kimi açıq formadan bağlı formaya keçid, açıqdan açığa, bağlı formadan başqa bir bağlı formasını tapmaq tələb oluna bilər və yaxud da ki, bağlı forma verər, kubun açılış formasını bizdən soruşa bilər. Fırlanma ilə bağlı birinci suallara baxırıq. Fırlanma ilə bağlı suallar nə tipdə ola bilər? Bir kub nəzərdə tuturuq və tutaq ki, onun üzərində A, B, C üzləri olmuş olsun. İndi biz bir kubu fırlatmaq deyəndə onu oturacağı sabit qalmaq şərti ilə sağa və sola doğru fırlada bilərik. Yəni A üzü hal-hazırda kubun önə baxan üzündədir. Onu oturacaq sabit qalmaqla fırlatsaq, məsəl üçün sol tərəfə fırlatsam, A üzü artıq keçəcək sol tərəfə və sağ tərəfdə olan bu C üzü gələcək ön hissəyə. Və yaxud da ki, A-nı sağ tərəfə doğru fırladıram bu kubu, oturacaq sabit qalmaqla sağ tərəfə doğru fırladıram və A üzü keçir hara? Sağ tərəfə, C də keçir artıq arxa üzə. Bu cür fırlanma var. İkinci tip fırlanma nədən ibarətdir? Sağ və sol tərəflər sabit qalmaq şərti ilə kubu aşağıdan yuxarı və yaxud da ki, yuxarıdan aşağıya doğru aşıra bilərik. Necə? Məsəl üçün, hal-hazırda C üzü sağ tərəfdədir və mən A-dan tutmaq şərti ilə bunu yuxarı doğru qaldıraram bu kubu. Çevirə bilərik. Onda həmin bizə baxan üzü, yəni qarşıda olan A üzü keçəcək yuxarı hissəyə və o yuxarıda dayanmış olacaq. Üstdə olan B üzü də keçəcək kubun arxa tərəfinə, artıq o görünməyəcək. Və yaxud da ki, əksinə biz bunu buradan tutub aşağıya doğru fırlatsaq, sağ və sol tərəflər, yəni yan tərəflər sabit qalmaq şərti ilə yuxarıdan aşağıya doğru çevirirəm. Onda A üzü gəlib alta düşəcək və yuxarıda olan B üzü qarşıya keçəcək. Bu bir fırlanma tipidir. Digər bir fırlanma tipidir. Digəri nə ola bilər və üçüncü fırlanma nədən ibarət olar? O da belə olar ki, sadəcə olaraq qarşı üz qalır, bunun ətrafında fırladır. Yəni, B yuxarıdaydı, bir dənə onu fırladır, kənar hissəsini fırladır, oturacağı dəyişir sanki. Bu dəfə C üzü gəlib alta düşür, B üzü isə gəlib yana düşür. Və yaxud da ki, bunu sol tərəfə doğru fırladanda B üzü gəlib digər yan tərəfə düşəcək, C üzü isə qalxacaq, yuxarı hissədə olmuş olacaq. Fırlanma ilə bağlı olan suallar bu tipdədir. Yəni, kubdan bəzən bir sualda ola bilər ki, kuba 2 dənə fırlanma tətbiq edir. Bir dəfə sağa fırlayır, bir dəfə də yuxarıdan aşağı fırladır. Və yaxud da ki, ola bilər ki, ancaq kubu sağa doğru döndərir. Məsəl üçün, baxaq birinci suala. Birinci sualda görürük ki, kubu fırlayır. Əgər belə ox vasitəsilə göstərilən hissələr verilibsə, bu o deməkdir ki, kubu fırladır. Yəni, birinci vəziyyətdən ikinci vəziyyəti alır. Necəsə onu fırladır. İndi fırlatma hansı tipdə olub burada? Ona nəzər yetirək. Baxıram ki, sağ tərəfdə olan bu dairə növbəti fırlanma nəticəsində ön hissəyə gəlib. Sağda olan bir üzün ön hissəyə gəlməsi üçün biz onu gərək tutub bu tərəfə doğru aşıraq. Bu tərəfə aşırdıq. Sonra isə görürəm ki, sağ tərəfdə olan bu X üzü gəlib hara düşüb? Qarşıya düşüb.
Buradan keçib bu biri tərəfə. Onda dairə keçir sağ tərəfə, x üzü qarşıya gəlir. Fırlanmanı artıq buradan görə bilirik. Oturacaq sabit qalmaqla sadəcə olaraq bu kubu sol tərəfə doğru fırladır. Sola doğru fırladır. Deməli, fırlanma ancaq bu şəkildədir və növbəti şəkildə nə olmalıdır? Yenə də bunu sol tərəfə doğru fırlatmalıyıq. Onda burada olan həmin bu hissə gəlib ön hissəyə düşəcək. Həmin ön hissədə bu formada olmalıydı əslində. Burası ağ qalmalıydı. A yanlışdır. Həmçinin buna ekvivalent olaraq C də yanlışdır. Çünki aşağı hissəsi ağ olmalıydı. İndi mən üstə baxıram. Üstdə düz xətt var, üfüqi vəziyyətədir. İndi mən kubu fırlatmışam axı. O fırlatdığım bu xətt düz olub. Təzədən fırladanda yenə üfüqi oldu. Bir dəfə də fırladanda bu xətt şaquli vəziyyətə düşəcək. Baxıram ki, Y variantında o üfüqi vəziyyətdə qalıb. Qalırıq B və D variantları arasında. İndi şəkilə diqqətlə nəzər yetirsək, gəlin biz o dairənin yerini axtaraq. Mən D variantında görürəm ki, burada dairə var. O dairə orada ola bilərmi? Ona baxaq. Birinci dairə sağ hissədədir. Sonra fırladanda gəlib önə düşüb. Bir dəfə də bunu fırladanda dairə hardadır? Bunun sol üzündə, yəni bu üzün qarşısındakı üzdədir. Bir dəfə də fırladanda gəlib o arxa üzə düşəcək. Burada dairə üzü görünə bilməz. Növbəti fırlanmada görünə bilər. Amma hal-hazırda bu fiqurda, yəni bizə lazım olan sualın yerinə düşəcək fiqurda həmin dairə olan üz arxa üzdədir. X-in qarşı tərəfindədir. Ona görə də D variantı yanlış olur və cavabı B olaraq götürürük. Məsələn, ikinci suala baxaq. Görək burada necə fırlanma tətbiq olunur. Birinci şəkildən ikinci şəkilə keçiddə görürük ki, sol tərəfdə olan qara dairə gəlib ön hissəyə, solda olan qara dairənin ön hissəyə gəlməsi üçün onu bu formada fırlatmalıyıq. Bu formada fırlatdıq. Sonra görürük ki, nə baş verir? İkinci şəkildən üçüncü şəkilə keçəndə buradakı qara dairə gəlib üstə çıxıb. Qara dairənin üstə çıxması üçün mən onu bir dəfə yuxarıya doğru aşırmalıyam. Qara dairə çıxsın yuxarı. Növbətidə baxıram nə baş verir? Burada olan ağ dairə gəlib ön hissəyə çıxıb. Yəni nə baş verib? Bir dənə onu tutub sol tərəfə doğru, sağa doğru fırladırıq. Nə etdik? Sağa fırlatdıq, yuxarı fırlatdıq. Sağa fırlatdıq, yuxarı aşırmalıyıq. Nə etməliyik? Hal-hazırda buradakı fiquru yuxarı doğru aşırtmalıyıq. Yuxarı aşıranda nə baş verəcək? Burada olan ağ dairə qalxıb yuxarıda dayanacaq. Və kubu özümüz üçün təsvir eləyək. Bu hissəsi qara qalacaq. Burada olan ağ dairə isə nə olacaq? Gəlib üst hissəyə düşəcək. Ağ dairə düşdü. Ön hissədə isə artıq bu fiqurun bizə nə olması maraqlı deyil. Çünki elə onunla variantı tapırıq. Bu gedir, bu gedir, bu gedir. Sol hissəsi qara olan və üst hissəsi ağ olan sadəcə D variantı olmuş olacaq. Qarşıda da görünən üz burada görünməyən üzlərdən biri olmalıdır. Və solun qara, üstün ağ olması nəticəsində cavab variantının D olduğunu almış oluruq. Üçüncü suala baxaq. Görürük ki, şəkil fırlananda nə baş verib? Öndə olan bu plus işarəsi, üstəgəl işarəsi deyək, gəlib keçib sağ tərəfə. Onun sağ tərəfə keçməsi üçün kubu bir dəfə sağa doğru aşırmaq lazımdır, yəni fırlatmaq lazımdır. Daha sonra həmin üstəgəl sağ tərəfdə qalıb, amma yuxarıda olan balaca ağ dairə ön hissəyə gəlib. Onun yuxarıdan aşağı gəlməsi üçün yuxarıdan aşağıya doğru fırlatmaq lazımdır. Fırlatdıq. Növbəti etapda görürəm ki, öndə olan ağ dairə sağ tərəfə keçib. Onun sağ tərəfə keçməsi üçün bir dəfə də sağa doğru fırlatmaq lazımdır. Sağa fırlatdıq, yuxarıdan aşağı fırlatdıq. Sağa fırlatdıq. Deməli, növbətidə nə etməliyik? Yuxarıdan aşağıya doğru fırlatma etməliyik. Yuxarıdan aşağıya doğru fırladanda, yuxarıda olan qara hissə ön hissəyə gəlməlidir. Buradan tutub aşağı fırladıram. Ulduz keçəcək alta, yəni ulduzun öndə görünməsi deyə bir hal ola bilməz. Qara hissə gələcək önə. Qara hissə önə gəldi. Solda isə balaca ağ dairə olacaq. Solda isə balaca, daha doğrusu sağ tərəfdə, yəni burada balaca ağ dairə olacaq. B və Y variantı buna uyğundur. Bəs o üst tərəfdə olan fiquru necə tapacaq? Məsələn, gəlin baxaq bunun hərəkətinə. Bu hal-hazırda öndədir, plus işarəsi. Sonra keçib o sağ tərəfə, çünki sağa doğru fırlatmışıq. Növbətidə nə etmişik? Qalıb öz yerində, çünki yuxarıdan aşağı fırlatmışıq biz bunu.
Növbəti də biz bunu sağa doğru fırladanda sağ tərəfdə görünən bu plus işarəsi gəlib arxa tərəfə düşəcək. Arxa tərəfdədir. Hal-hazırda bizim bu dördüncü şəklimizdə o üstəgəl işarəsi arxa tərəfdədir. Fiqurun görünməyən üzündə, ulduzla üzbəüz olan üzdədir. Arxadadır. İndi növbəti etapda biz sual işarəsindəki yeri fiquru alanda nə etdik? Tutduq yuxarıdan aşağıya doğru fırlatdıq. Qara ön hissəyə gəldi və arxada olan da üstə çıxmalıdır. Arxada olan üz hansı idi? Üstəgəl olan üz idi. O da üst hissəyə çıxmalıdır. Deməli, üstdə olan üz nə olmalıdır? O üstəgəl işarəsi olan. Yəni, Y variantı doğru cavab olacaq. Fırlanma ilə bağlı olan suallar bu tipdədir. Məsəl üçün, bir dənəsinə də baxaq, 8-ə baxaq. 8-ci sualda üst hissə gördüyümüz kimi olduğu formada qalıb. Sağda olan bu qara dairə gəlib ön hissəyə keçib. Sağda olan o qara dairənin önə keçməyi üçün onu bir dəfə sola doğru fırlatmaq lazımdır. Bir dəfə sola doğru fırladanda o gəldi ön hissəyə. Ön hissəyə gəldi və ikinci vəziyyəti aldıq. İkincidən üçüncü şəkilə keçəndə artıq görürəm ki, qara dairə öndən çıxıb yuxarı. O yuxarıya çıxması üçün buradan tutub yuxarıya doğru aşırmalıyım, geriyə doğru aşırmalıyım. Daha sonra nə edirəm? Görürəm ki, yenə sağda olan qara hissə gəlib önə. Yəni, onu bir dəfə tutub, oturacağı sabit qalmaq şərti ilə sola doğru fırladırıq. Sola doğru fırlatdıq və o qara hissə gəldi önə. Növbəti nə etməliyik? Buradan tutub, arxaya doğru aşırmalıyıq. Yəni, nə olacaq? Sağ tərəfdə bu kvadrat olduğu kimi qalır. Yəni, bu variant, bu üç variant çıxır və üst hissədə hansı olmalıdır artıq? Üst hissədə də qara olmalıdır. Üst hissədə qara olan baxıram həm C variantıdır, həm də Y variantıdır. İndi o üçbucaq üz və yaxud da ki o ağ üz hardadır? Mən ağ üzü şəkildə görmürəm, amma gəlin üçbucaq üzün hara keçdiyini təyin eləyək. Görək o üçbucaq üz hara keçib. Birinci bizim şəklimiz sağa fırlanırdı, sonra isə bu tərəfə doğru. Daha doğrusu sola fırlanmışdı. Sola, geriyə, sola və geriyə. İndi burada üçbucaq buradadır. Mən bunu sola fırladanda üçbucaq gəlib bu tərəfə düşürmü? Qara ilə üzbəüz yerə düşür. Qara ilə üzbəüzdür. Avtomatik biz görə bilirik ki, buradan bu o üçbucaq üzü həmişə qara ilə üzbəüzdə dayanacaq. Çünki bütöv bu qara olan üzün qarşı tərəfində üçbucaq üzü var. Onda o üçbucaq üzü gəlib axı qaranın qarşısındadır. Onun yanında ola bilərmi? Bir qonşuluqda ola bilməzlər. Ona görə də D variantı yox, düzgün cavab C variantı olacaq. Bu üçbucaq belə də baxaq. Görək həqiqətən də gəlib düşməyəcək. Onu sübut edək. İndi bu üçbucaq olan üz sol hissədədir, sol üzdədir. Sonra mən bunu arxaya aşıranda təzədən həmin öz yerində qalıb. Tərpənməz ki, o yəni yuxarıdan geriyə doğru aşırırıq fiquru. Solda qalan hissə ilə olduğu kimi qalacaq. Növbəti də bunu mən burada sola doğru fırladıram. Sola doğru fırladanda o üçbucaq üz gəlib arxaya düşmür, arxa tərəfə düşür. Buradaydı, gəldi keçdi bu biri tərəfə, arxa üzə. İndi növbəti etapda biz nə etməliydik? Buradan tutub bu tərəfə doğru aşırmalıydıq. Yəni üst hissəsini yuxarı qaldırmalıydıq. Onda o üçbucaq üz hara düşəcək? Alta düşəcək, alt hissəyə. Əslində o alt hissədə olmalıydı. Burada gətirib ön hissəyə yazıblar. D variantı yanlışdır, C variantı doğru çıxmış olur. Növbəti artıq keçirik kublar barədə fırlanma suallarını qeyd elədik. Fırlanmadan başqa artıq kubların öncədən qeyd elədiyimiz kimi açıq formadan bağlı formaya, bağlı formadan da açıq formaya keçidlər var. İndi o keçidlər necə baş verir? İlkin olaraq kubun açılış formasına baxaq. Kubun ən məşhur açılış forması 1-4-1 açılışıdır. 1-4-1. Yəni o necə olur? Burada qeyd elədiyimiz formada. 1-4-1 formasında olur. Məsəl üçün bunların da üzərinə hər hansısa bir üzlər qeyd etsək, D, bura olsun məsələn Y üzü, burada olsun F üzü. Bu kubun açılışıdır. Sözsüz ki, kubun bundan başqa açılışları da var. Amma ən məşhur açılışı, yəni ən standart belə deyək də, standart qəbul olunan açılış budur. Bu formada da qeyd eləyə bilərik biz onu.
300 burada olar. Biri burada, biri burada, bir de bu tərəfdə. 1, 3, 2 formasında açılış deyirik. Çünki burada 100, burada 300, burada 200 var. Amma biz bunu təbii ki, bərpa eləyə bilərik də. Burada dayanan bu üzü, burada dayanan üzü qaldıra bilərik yuxarı. O üzgələr bura düşər. Yəni bunu etmək mümkündür və yenidən 1, 4, 1 artıq bu üz çıxır buradan. 1, 4, 1 forması yenidən bərpa olunmuş olur. Ona görə deyirik ki, kubun standart 1, 4, 1 açılışları var. Nə zaman kubun açılışı ola bilməz, hansı kubun açılışı ola bilər tipli suallarda bu tipdə olanı heç vaxt götürmürsünüz. 4 dənə üz ortada, biri burada, biri burada. Bunu heç vaxt düzgün qəbul edə bilmirik. Çünki təsəvvürünüzdə bir düşünün. Qutudur, 4 hissəsi aşağıda, 2 dənə kəsim hissəsi də yuxarıdadır. Və onu biz qatlayıb bir kub halına gətirmək istəsək, 2 dənə üzün ikisi də gəlib üst hissəyə düşəcək. Və son alt hissəsi açıq qalmış olur da onda. 2 dənə üst hissə olur, alt hissəsi isə açıq formada qalmış olur. Bu səbəbdən də qeyd edirik ki, kubun bu formada açılışı ola bilməz. Ümumiyyətlə 2 dənə üz eyni tərəfdə ola bilməz. Bu formada qeyd elədik. Məsəl üçün, biri buradan, biri də buradan. Bu formada heç vaxt düzgün ola bilməz. Çünki 4 dənə tərəfi yığdıq. Biri aşağı, biri yuxarı olmalıdır axı onu. Burada gəlir ikisi də məsəl üçün düşür eyni tərəfə. Yığılışı bərpa etmək mümkün olmur. Bu səbəbdən də bu formalar yanlış formalar hesab olunur. Kubun düzgün forması odur ki, hansı formanı ki 1, 4, 1'ə gətirə bilirsiniz, o düzgün forma olacaq. İndi kub suallarını işləyəndə bizim ən əsas diqqət yetirməli olduğumuz məqam qarşı üzlər qaydasıdır. Qarşı üzlər nədir? Məsəl üçün, bunu bir düşünün, bu kubdur, kartondan düzəltmişik kağız parçalarına. Məsələn, onu qatlayırıq. Qatlayanda hansı üzlər bir-birinin qarşısına düşür? Məsəl üçün, kubun yuxarısı ilə aşağısı, bunlar bir-birinin qarşısıdırlar təbii ki. Yuxarıdakı üzlə qarşıdakı üzü siz eyni anda görə bilmirsiniz. Və qeyd edirik ki, kubun eyni anda baxanda maksimum 3 dənə üzünü görə bilirik biz. Maksimum 3 dənə üzünü görmək mümkündür. Geridə qalanlar artıq təsəvvürdür. Bunların üzünü tam formada görmək mümkün deyil bu üzləri. Tam formada görmək mümkün deyil. Kubun ona görə də 3 dənə üzünü görə bilirik və bu gördüyümüz üzlər bir-biri ilə qonşu olan üzlərdir. Qarşı üzləri heç vaxt bir başda görə bilmirik. Kubun açılışında burada Y və F üzləri qarşı üzlərdir. A ilə C üzü qarşı üzdür. Eyni zamanda B üzü ilə də D üzü qarşı üzlər olmuş olur. Qarşı üzlər olmuş olur. Qarşı üzlərdir. Qarşı üzləri də biz eyni anda görə bilmirik. Məsəl üçün, bu kubun bir dənə bağlı formasını verir bizə. Qeyd edir ki, bu düzgün forma ola bilərmi? Məsəl üçün, buradan A yazır. Bu üstünə bir C yazır. Burada yazsın, məsələn, D yazır. Baxıram ki, mən A üzü ilə C üzü qarşı üzlərdir. Və onlar heç vaxt eyni bir kub formasında, bağlı formasında görünə bilməzlər. Ona görə də sizə əgər kubun açıq forması verilib və onun bağlı formasını tapmaq tələb olunursa, qarşı üzlər olan variantı mütləq birinci çıxmalısınız. Ancaq qarşı üzlər bizim nə vaxt köməyimizə çatmır? Əgər bir kubun açıq formasında bir üzdən bir neçə dənə varsa, məsəl üçün 2 dənə diaqonal üz var, 2 dənə dairə olan üz var, eyni fiqurdan söhbət gedir, eyni üzdən. 2 dənə və yaxud da ki 3 dənə eyni üz varsa, artıq orada bir qədər diqqətli olmaq lazımdır. Çünki qarşı üzlər bizə kömək olmur o baxımdan. Birinci qarşı üzlər məsələsini dedik. Əsas diqqət yetirəcəyiniz qarşı üzlərdir. İkincisi nədir? İkinci orientasiyadır. Birincisi qarşı üzlərdir. İkincisi orientasiya, yəni sadə əqrəbi istiqaməti, orientasiya. Bəs bu orientasiya nədir? Orientasiya odur ki, 3 dənə bir-birinə birləşən 3 dənə üzdən bu üçlüyü götürürsünüz. Məsəl üçün, B, Y və C üzlərindən. Hansısa birinə nöqtə qoyuruq. Hansısa birindən başlayırsınız. Məsəl üçün, B-dən başlayırsınız və sadə əqrəbi istiqaməti cızırsınız. Sadə əqrəbi istiqamətində B-dən sonra gələn üz hansıdır? Y-dir, sonra isə nədir? C-dir. B, Y və C. Tutaq ki, sizə belə bir kub forması verilib.
Bura yazıb B, bura yazıb Y, bu tərəfə də yazıb C məsələn. Bu kub düzgün ola bilərmi? Baxıram. Mən yuxarıda gördüm ki, B-dən başlayanda B gəlir, Y gəlir, sonra isə C gəlir. Ancaq burada da B-dən başlayanda görürəm ki, B gəlir, C gəlir, sonra Y gəlir. B, C, Y formasında gəlir. Burada artıq orientasiya pozulub. Üzlərin bir-biri ilə bağlantısı pozulub. B, Y, C üzləri bu formada dayana bilməz. Bəzən belə olur ki, üzlərin variantlarda belə bir hissə verilir. Məsələn, yazır A, yanında D yazır, sonra da məsəl üçün yazır belə bir hissə. A, D və Y. Siz də baxırsınız ki, A bu tərəfdədir, D bu tərəfdədir, Y də buradadır. Mən o üzləri bir-birinin yanına necə gətirə bilərəm? Axı hər üz bir tərəfdədir. Bu fiqurun siz bağlısını bu formada görmək mümkün deyil. Gərək bunu belə görmək üçün hər üz bir tərəfdədir axı. Onu daha təsəvvürü güclü olan şəxslər daha yaxşı. Məsəl üçün öz fikrində bunu qatlayar, yığar bu kubu və fikirləşər ki, hə A-dır, sonra D gəlir, onun da üstündə Y bu formada olacaq. Deməli bu forma düzgün olacaq. Lakin təsəvvür yolundan əlavə bunun bir yolu var ki, A və D həmçinin Y üzlərini 3 dənə fərqli uzaqlıqlarda, tərəflərdə olan üzlərin üçünü də eyni bir nöqtəyə gətirə bilirik. Bu da necə baş verir? Kubun 1/4 açılışında üstdə və altda olan üzləri biz fırlada bilirik. Bütün üzlərin üstündə fırlada bilirik. Məsəl üçün, burada baxım denəm. Burada olan A üzü deyirəm ki, A üzü həm bu tərəfin üstündədir, həm bu üzün üstündədir, həm arxadakı üzün üstündədir, həm də soldakı üzün üstündədir. Həmçinin də tutaq ki, olsun Y üzü. İndi baxıram, burada məsəl üçün Y üzü deyirəm. Y həm 4 üzün üstündədir. Mən bu şəklə baxanda Y-ni sadəcə B-nin üstündə görürəm. Amma o Y həm də A-nın, C-nin, D-nin də üstündə ola bilər. Bu da necə olur? Y-ni C-nin üstündə görmək istəyiriksə, buradan tutub bir dənə fırlatmaq lazımdır. Həmin formada fırladanda Y gəlib aşağıya doğru baxır. Sonra yenə D-nin üstündə Y-ni görmək istəyiriksə, buradan tutub aşağıya doğru fırladırıq. Gəlib hansı vəziyyətə düşəcək artıq? Sol tərəfə doğru baxacaq. Y aşağı baxırdı, indi sola doğru baxacaq. Həmçinin də Y-ni A-nın üstündə görmək istəyiriksə, bu səfər yenə də bu nöqtədən tutub sola doğru aşırırıq. Onda Y hara baxacaq? Y yuxarıya doğru baxmış olacaq. Həmçinin də dediyimiz kimi aşağıda olan F üzünü də bütün üzlərin üzərində fırlada bilərik. Məsəl üçün, F-i A-nın üstündə görmək istəyirik biz. A ilə bağlantısını görmək istəyirik. Buradan tutub aşıracağıq. Bir təsəvvürünüzə gətirin, F-i o nöqtədən tutub aşıranda F aşağıya doğru baxacaq. Sonra mən F-in C ilə münasibətini görmək istəyirəm. F-i bu nöqtədən tutub fırladacağam. Yuxarıda sadə əqrəbi istiqamətində olur sağa doğru. Sola sadə əqrəbin əksidir. Amma aşağıda yuxarıda etdiyimizin tamamilə əksinə fırladırıq. İndi buradan tutub fırladanda F yuxarıya doğru baxmış olacaq. Belə. Bir dəfə də D ilə F-in bağlantısını görmək istəyiriksə, buradan tutub fırladanda F gəlir bura doğru baxır. Bu formada baxır. Yəni bunu biz artıq görə bilərik. İndi baxırıq bu formaya. A-nın üstündə görürəm ki, Y, bəli, həmin formadadır. A-nın baş hissəsi Y-nin kürək hissəsinə baxır. Düzgündür. Amma hələ də biz A ilə D-nin bağlantısını bilmirik axı. Bunu da yadınızda saxlayın ki, yuxarıda olan və aşağıda olan üzləri necə ki fırladıb gətirdik o birisilərin üstünə, ortada olan bu dörtlü sütun formasında olan üzləri bir-birinin yanına gətirmək üçün onları qopardıb gətiririk bir-birinin yanına. Məsəl üçün, mən buradakı D-ni götürürəm, aparıram, qoyuram A-nın yanına. D üzü gəlir, bura düşür. Və yaxud da ki, A-nı buradan qoparıram, aparıram hara? D-nin yanına. Və A ilə D-nin bağlantısını görmüş oluruq artıq. A, D və Y üzləri olmuş oldu. İndi baxaq orientasiyaya görə burada ödənirmi aşağıda yazdığımız üzdə? Məsəl üçün, şəklimizə görə D üzü gəlir, sonra Y gəlir, sonra isə A gəlir. Deməli, ardıcıllıq nədir? D, Y və A. Aşağıda baxıram, D-dən başlayıram. D, A və Y. Aşağıda necə oldu? D, A, sonra isə Y üzü gəlmiş oldu. Yəni, orientasiya pozuldu. Ola bilər A-nın üstündə Y düzgün dayanıb, amma onun sol tərəfində D var.
Orientasiya pozulur. Şəkil yəni bu formada olsaydı düzgün olardı. Burada A olardı, burada D olardı, burada da Y. Şəkil bu formada olmuş olsaydı tamamilə düzgün olardı. Amma dedik buradakı hissədə orientasiya pozulmuş oldu. Ona görə də dedik ki bu forma, bu bağlı forma yanlış formadır. Daha sonra var üzlərin bir-biri ilə dayanma vəziyyəti. Üzlərin bir-biri ilə dayanma vəziyyətini bilmək çox önəmlidir. Çünki bizə sualları tapanda çox kömək olur üzlərin dayanma vəziyyəti. Necə kömək olur? Məsəl üçün, siz B-nin üstündə Y-ni buradakı fiqurda, yəni buradakı açılış formasında necə görürsünüz? B-nin üzərində Y normal formada dayanıb. B-nin üstündə Y. Sonra isə oradan görürük ki, B-nin üzərində Y-nin dayanma vəziyyəti düzgün olduğuna görə başqa bir fiqurun üstündə Y həmin formada dayanmayacaq. Və fiquru biz nə qədər qatlayırıqsa qatlayaq, nə qədər daha doğrusu fırladırıqsa fırladaq, B-nin üstündə Y gəlib bu vəziyyətə düşə bilməz. Əgər belə bir variant veribsə bizə bu yanlışdır. Çünki B-nin üstündə Y necə dayanmalıydı? B-nin üstündə Y bu formada dayanmalıydı. Düz formada. Dayanma vəziyyəti budur. B-nin üstündə Y dayananda onun sağ tərəfində nə dayanıb? Baxıram, B-nin üstündə Y-dir. B-nin üstündə Y-dir. Onun sağ tərəfində nə var? C var. Onda sağ tərəfdə nə olasıdır? C olasıdır. B, Y və C olmuş olur. Yəni dayanma vəziyyətini də bu formada təyin edirik. Və yaxud da ki, başqa bir forma təyin edək. Belə bir fiqur çəkirik. Kub verib bizə. Tutaq ki, yazıb ki, bura C, bura Y, burada yazıb məsələn D. İndi baxırıq nəyə? C-nin üstündə Y hansı vəziyyətdə dayanıb? C-nin üstündə Y bu vəziyyətdə dayanıb. Dayanma vəziyyəti düzgündürmü? C-nin üst hissəsi Y-nin içərisinə doğru baxır. Və yaxud da ki, Y-nin içərisi C-nin üstünə baxır. Və eyni zamanda belə olan halda C ilə D necə dayanıb? C ilə D bir-birinə yan-yana formada dayanıblar, düzgün. Onda belə çıxır ki, bu forma düzgün forma, yəni düzgün bağlı forma hesab olunur. Kublarda bilməli olduğumuz əsas məqamlar bunlar idi. Birincisi, sualları işləyəndə baxacağımız qarşı üzlər qaydasıdır. Əgər qarşı üzlər varsa hansısa bir variantda onları çıxırıq. Biz qarşı üzləri kubun bağlı formasında qarşı olan üzləri açıq formada görə bilmərik. Və yaxud da ki, açıq formada qarşı olan üzləri qapalı formada bir-biri ilə eyni bir vəziyyətdə, eyni bir görüntüdə görə bilmərik. Kuba baxanda 300 görürdük və o 300-ün, yəni maksimum 300 görə bilirdik. O 300-ün heç biri bir-biri ilə qarşılıqlı deyil. Çünki qarşı üzlər bir baxışda görünə bilməz. İkincisi dedik orientasiyadır. Yəni saat əqrəbi istiqaməti qaydası. 3 dənə üzü bir nöqtəyə gətirirsiniz və orada saat əqrəbi qaydasını tətbiq edirsiniz. Görürsünüz ki, məsəl üçün B gəlir, Y gəlir, sonra C gəlir. Və yaxud da ki, aşağıda ola bilsin B verib, sonra C verib, sonra Y verib. Onda nə olacaq? Orientasiya pozulmuş olacaq və dolayısıyla bu variant yanlış çıxacaq. Üçüncüsü isə dayanma vəziyyətidir. C-nin üstündə Y necə dayanıbsa, bu fiquru istənilən qədər fırladaq, C-nin üzərində Y həmin formada dayanacaq. C-nin üzərində Y gəlib bu formada dayanması artıq yanlış bir vəziyyət olacaq. Çünki C-nin üstündə Y bu formada dayanmalıdır. Yəni dayanma vəziyyəti də buradan önəm daşıyır. Artıq suallarımıza keçib baxa bilərik. Baxaq 11-ci suala. İlk öncə etməli olduğumuz nə idi? Qarşı üzləri təyin eləmək. Qarşı üzləri təyin eləyək, görək. Burada hansı variantda qarşı üzlər var? Qarşı üzlər bu pəncərə ilə ağ üzdür, qara ilə nöqtə-nöqtə olan üzlərdir və kvadratla da x olan üzdür. Sonra baxıram variantlara. Həmin qarşı üzləri görürəm ki, mən variantlarda burada ağla pəncərəni eyni bir görüntüdə verib. Üstəgəl işarəsi olanı. Bu getdi. Sonra burada da həmin fiquru ağla o üstəgəl olanı qarşı üzlərdir, ancaq eyni bir görüntüdə verib, deməli yanlışdır. Bu həmçinin bu yanlış B-də də var. Getdi.
A və C variantı qalmış oldu. Baxıram A və C variantlarında hansı üzlərdən söhbət gedir? Qara üz, ağ kvadrat və pəncərə olan. Qara üz, ağ kvadrat və pəncərə olan üzdə bu 3 üzdən söhbət gedir. Qara, pəncərə və kvadrat. İndi orientasiyaya baxa bilərdik. Qarşı üzlərlə işimiz bitəndən sonra orientasiyanı yoxlayırıq. Qara üzdən başlasaq, qara üz gəlir, pəncərə gəlir və kvadrat gəlir. Orientasiya necə oldu? Qara üz, pəncərə, kvadrat. Variantları yoxlayıram. Qara üzdən başladım. Qara üz, kvadrat, pəncərə. Orientasiya görürük ki, A variantında pozuldu. Çünki bizdə qaradan sonra nə gəlməli idi? Qaradan sonra pəncərə, sonra kvadrat gəlməli idi. Amma burada qaradan sonra kvadrat gəlib, sonra pəncərə üz gəlib. Deməli, A variantı yanlışdır. D-dəki orientasiyanı yoxlasaq, qaradan sonra pəncərə gəlir, daha sonra kvadrat gəlir. Qara, pəncərə və kvadrat elə doğru cavab D variantı olmuş olur. Məsələn, 12-də 12-ci sualda görürük ki, bizə bir fiqur verilib. Burada düşünə bilərik ki, A variantında qarşı üzlər var. O qara kvadratla ağ olan üz. Qarşı üzlərdə onları ataq. Ancaq variant gəlib A çıxır. Niyə? Az öncə qeyd elədiyim kimi, əgər qarşı üzlərdən söhbət gedirsə, qarşı üzlərə baxırıqsa, o qarşı üzlərin tək olmasına da önəm verməliyik. Çünki burada 2 dənə eyni üzdən var. 2 dənə ağ üz var bunlar. Məsəl üçün, bununla bu qarşıdır hal-hazırda, qarşı üzlərdir. Bununla da bu qarşıdır. Ancaq buradakı qara kvadratla bu ağ qarşı deyil ki, onu ağ kvadratı, ağ üzü gətirib onun yanına qoymaq olar. Fırlada-fırlada gətirib onun yanına qoymaq olar. Məsəl üçün, indi biz bu 3 dənə üzü yığmağa çalışaq. Deməli, qarşı üzlərdən, bir üzdən 2 dənə, 3 dənə və s. daha çox olanda qarşı üzlər qaydası bizim köməyimizə gəlmir. Onda keçib artıq nə etməliyik? Dayanma vəziyyətinə və orientasiyaya baxmalıyıq. Mən burada görürəm qara kvadrat, qara üz və ağ üz. Qara üz burada, ağ üz burada. Qara kvadrat da buradadır. Qara kvadratı mən onların yanına ata bilərəmmi? Bəli. Ortada olan sütun hissəsini qoparıb gətirirəm bura. Oldu burada həmin üz. İndi mən bu üçlünü görürəm hal-hazırda. Həmin bu ağ, yaradacağım kombinasiya bu ola bilərmi? Və buradakı üçlü, bu üçlü. Bu üçlü ola bilməz, çünki bununla bu hal-hazırda qarşı üzlərdir. Onları biz yaza bilmərik. Ona görə də A variantında yaradacağımız üz hansı üzlərdir? Bu üçlüdür. İndi bu üçlüyə biz orientasiyanı tətbiq edək, dayanma vəziyyətini tətbiq edək, fərqi yoxdur. Qara kvadrat, ağ üz və qara üz. Başlayıram. Qara kvadrat, ağ üz və qara üz. A variantında tamamilə doğrudur. B-də yanlış nədir? B-də problem nədir? Qara üz, ağ üz və x. Baxıram ki, qara üz, ağ üz və x. Qara üzlə ümumiyyətlə x qarşıdır deyə B variantı qarşı üzlər qaydasına görə gedir. Onlar ümumiyyətlə qarşıdır, biz onları görə bilmərdik. Növbəti keçirəm C variantına. C-də görürəm x-dır, qara kvadratdır, ağ üzdür. X-la qara kvadrat buradadır. Bəs bunların yanına gətirəcəyim ağ üz hansı olacaq? O təbii ki, bunların yanındakı ola bilməz. Çünki o qara kvadratla qarşı üzdür. Yuxarıda olan ağı fırladıb gətirirəm. Ağ yəni normal bir üzdür, heç nə görüntüsü yoxdur deyə yuxarıda istədiyimiz yerə gətirə bilərik. Məsəl üçün, gətirək hansına? Gətirək x-in üstünə. Burada çəkək bunu. X üzü, ağ üz və qara kvadrat. İndi baxıram orientasiya. X, ağ, qara kvadrat. Burada da yoxlayıram. X, qara kvadrat, ağ. Orientasiya pozuldu mu? Bəli, pozuldu. Ona görə də C variantı gedir. D variantını yoxlayıram. Pəncərə olan üz qara və qara kvadrat. Pəncərə qara və qara kvadrat. Yenə də görürəm ki, pəncərə ilə qara üz yan-yanadır. Buradadılar. Bu üzlərin bağlantısı var. Amma buradakı qara kvadrat onlardan uzaqdır. Nə edə bilərik? O qara kvadratı bunun yanına qoparıb gətirə bilərik.
Gətirəndən sonra artıq orientasiyanı yoxlamaq olar. Gəlin yoxlayaq. Qaradan başlayıram. Qara kvadrat, qara üz, pəncərə. Qara kvadrat, qara üz, pəncərə. Aşağıda da yoxlayıram. Qara kvadrat, pəncərə və qara üz. Orientasiya pozuldumu? Bəli. Yuxarıda qara kvadrat, qara üz və pəncərə idi. Aşağıda isə qara kvadrat, pəncərə və qara üzdür. Ona görə D variantı gedir. Y-ni yoxlayırıq. Y-də verib qara, X və ağ. Bayaqkindən bu üçlüdən söhbət gedir. Yenə də yoxlayaq bunların sadəqrəb qaydasını. X-dır, ağdır və qara kvadratdır. X-dan başlayıram. X-dır, qara kvadratdır, ağdır. Nə oldu? Orientasiya pozuldu. Ona görə də Y variantı da yanlış olmuş olacaq. Yəni, orientasiya və yaxud da ki, dayanma vəziyyətinə görə variantları çıxırıq. Daha sonra burada da həmçinin eynisidir. Fərqli görüntü kimi görünən, məsəl üçün 14-cü suala baxaq. Yenə də variantlara baxsaq əgər, qarşı üzlərə görə nəyi çıxa bilərik? Ulduz və bu yarım pəncərə olan A variantına görə bunlar qarşı üzlərdir. Amma gətirib A variantında onları bir baxışda verib, bir görüntüdə verib olmaz. Daha sonra bu qara dairə ilə bu. Bunlar bir-birinin qarşısıdır, amma gətirib burada eyni bir görüntüdə verib. Yanlışdır. Həmçinin də C variantı ilə qara ilə həmin üz bir-birinin qarşı üzüdür variantda görünə bilməz. Növbəti keçək D və Y variantlarında. Görək hansı düzdür ola biləcək. Baxırıq ki, ulduz və bu pəncərə olan üz bir-birinin qarşısıdır. Yarım pəncərədən söhbət gedir. Onlar bir-birinin qarşısıdır. Gətirib eyni bir görüntüdə veriblər. Getdi və cavab Y variantı qalmış olacaq. Gördünüz, 4 dənə üz, 4 dənə variant qarşı üzlər qaydasına görə yanlış oldu. Y variantını gəlin qurmağa çalışaq. Bu üçlü deyil, yarım pəncərə, pəncərə və qara. Yarım pəncərə, pəncərə və qara. Burada baxıram. Mən bir dənə bunu bura aşırsam, zaten simmetrik fiqurda olduğu kimi gələcək. Bu da buradan çıxmış olur da. Bir dənə baxın. Görüntü eyni görüntü deyilmi? Bu yarım pəncərənin üstündə bütöv pəncərə dayanıb və onun sağ tərəfində nə var? Onun sağ tərəfində qara dairə var. Vəziyyətə görə, yəni dayanma vəziyyətinə görə tamamilə düzgündür. Daha sonra burada nə ola bilər? Hərflərlə bağlı olan görüntülər olar. Məsələn, baxaq 23-cü suala. 23-cü sualda qarşı üzlər hansılardır? N ilə M-dir, S ilə X-dir, Y ilə W-dur. Baxıram ki, A variantında Y ilə W-nu eyni bir görüntüdə verib, onlar qarşı üzlər axı. A variantı yanlışdır. Başqa görək, qarşı üzlər varmı? Qarşı üzlər görmürəm hal-hazırda. Başqa qarşı üz yoxdur. Bütün variantlarda dayanma vəziyyətlərini təyin edək. B variantındakı fiquru yığmağa çalışaq. M, S və Y. Görürəm ki, M, S, Y baxın buradadır. İndi bu fiqura nəzər yetirirəm. S dayanıb, aşağısında M, burada Y. Y ilə M bir-birinə necə baxır? M-in və Y-in dayanma vəziyyətini görmək istəyiriksə, bir dənə bu variantda S ilə Y görə düzgün dayanıb. Bəli, S-in iç tərəfi Y-in çubuğuna baxır. S-in iç tərəfi Y-in sol hissəsinə baxır. S-in də altında M normal vəziyyətdə dayanıb. S-in də altında M normal düz vəziyyətdə dayanıb. Yəni bu şəkli bir qədər fırlasanız, M önə gəlsə, tamamilə yuxarıdakı görüntü alınmış olacaq. B variantı doğrudur. Digərlərində yanlışlıq nədən ibarətdir? Onu göstərək. Digər üçlüləri yaradaq. S, N, W. S buradadır, N də yuxarıdadır. W da sağ tərəfdədir. O W-nu sağ tərəfdən qopardıb sol tərəfə gətirək. W gəldi bura. Yəni bu W buradadır. Yaradaq görək. Orientasiya olurmu? W, N, S. W gəlir, sonra S gəlir, sonra daha doğrusu W gəlir, N gəlir, S gəlir. Burada W gəlir, N gəlir, sonra da S gəlir. Sadəcə W və N-in dayanma vəziyyəti bizə maraqlıdır. N W-nun üstündə necə dayanır? Gəlin onu çəkək. N-i W-nun üstünə gətirmək istəyirəmsə bir dəfə aşıracam. Buradan tutub aşıranda nə baş verir? N bu formada baxır. N gəlir bu formada dayanır. N ilə W bir-birinə necə baxır? N-in çubuğu W-nun içinə baxır. Burada elədir. N-in içi W-nun içərisinə baxır, üstünə baxır.
Yəni dayanma vəziyyəti fərqlidir. Əslində bunun üstündə n bu formada dayanmalı idi. Ona görə C variantında üzlərin bir-biri ilə qarşılıqlı vəziyyəti yanlışdır. Sonra keçirəm digər üzləri yaratmağa. Məsələn, D variantındakını yaratmağa. M, Y və X. X, Y, M. Ümumiyyətlə, X və Y-də dayanma vəziyyəti düzgün ola bilər. M-i gətirək Y-in aşağısına. Görək bu Y-in aşağısında M necə dayanacaq? M-i buradan tutub fırlayıram. M onda gəlir, belə bir yerdə dayanır. Gəlin orientasiyanı yoxlayaq birinci. Y gəlir, X gəlir, sonra nə gəlir? M gəlir. Y-dən başlayanda Y gəldi, X gəldi, sonra M gəldi. Variantı yoxlayıram. Y gəlir, M gəlir, sonra isə X gəlir. Y, M, X. Deməli, burada isə orientasiya pozulub. Növbəti də Y variantında isə Y, X, M ardıcılığı düzdür. Baxın, Y, X, M. Orientasiya düzgündür. Bəs yanlış olan nədir? Yanlış olan dayanma vəziyyətidir. Y-in aşağısında M necə dayanıb? Y-in aşağısında M elə dayanıb ki, Y-in çubuğu M-in sağ çubuğuna baxır. Burada isə Y-in çubuğu M-in harasına baxır? Alt hissəsinə baxır. Y-in çubuğu M-in alt hissəsinə baxır və biz qeyd eləmişdik ki, Y və M əgər hansı formadadırsa, biz fiquru istənilən qədər fırladaq, bağlayaq, bükək, yəni yenə də onların dayanma vəziyyəti dəyişməyəcək. Y-in yuxarıda əgər çubuğu M-in sağ tərəfinə, sağ çubuğuna baxırsa, onda variantlarda da elə olmalıdır ki, yəni düzgün quruluş o formada olmalıdır ki, Y-in çubuğu, baxın deyə bu variant, bu görüntü elə buradadır. Y-in çubuğu M-in sol hissəsinə baxır. Bizim əlimizdə olan düzgün görüntü SYM, yəni B variantındakı düzgün görüntüdür. Y variantı da deməli dayanma vəziyyətinə görə, üzlərin bir-biri ilə qarşılıqlı vəziyyətinə görə daha doğrusu yanlışdır. Sonra baxırsınız nəyə? Məsəl üçün 26-cı sualda 1-4-1 quruluşu demişdik. 1-4-1 kubun ən standart, yəni ən rahat gözə çarpan quruluşudur. Burada bu formada qarşı üzləri təyin etmək biraz çətindir. Amma bu formanı 1-4-1-ə tamamlayanda orada qarşı üzləri görmək rahatdır. Çünki biz artıq 1-4-1 formasında qarşı üzlərin necə olduğunu bilirik. Birinci, üçüncü, ikinci, dördüncü yerdə dayanan üzlər qarşı üzlərdir və üst hissə ilə də alt hissə qarşı üzdür. İndi nə edirik biz? Bunu buradan tutub, gətirib buraya yapışdırırıq. Ora gətirəndə nə baş verəcək? Ulduz aşağıdan fırlanır, gəlir, qalxır, yuxarı. Ulduz artıq gəlir bura. Sanki düşünün ki, ulduzu buradan çıxarmışıq. Ulduzu buradan çıxardıq. Belə eləyək. Məsəl üçün, bu hissəni buradan silək. O üzü biz dəyişdik. Qaldırdıq yuxarı. Heç bir problem yoxdur. Yəni, bunu tamamilə eləyə bilərik. Mümkündür. Kubun düzgün açılış formalarını göstərəndə qeyd elədim ki, yəni kubun müxtəlif versiyaları ola bilər. 2-3-2 forması ola bilər, 2-2-2 forması ola bilər. Onların hamısını sadəcə biz 1-4-1-ə bərpa eləyəndə daha rahat görə bilirik. Və kubun düzgün forması onlar ola bilər ki, ancaq 1-4-1-ə bərpa oluna bilən olsun. Hansını ki 1-4-1-ə bərpa eləyə bilmirsiniz, o kubun düzgün açılış forması ola bilməz. İndi baxaq bura. Artıq buradan çox rahat formada qarşı üzlər görünür. Qarşı üzlər hansıdır? Bu yuxarıdakı ilə aşağıdır. Bu pəncərə ilə bu U-dur və qara dairə ilə də X-dir. Amma bir məqama fikir verək ki, bu üzdən 2 dənədir. Bu üzdən 2 dənədir. Burada biraz qarşı üzlər bizim köməyimizə çatmayacaq. Çünki bu üzün qarşısı bir dəfə bu olur. Bu üzün eyni zamanda qarşısı X olan üzdür. Yəni, əsas dəqiq bildiyimiz odur ki, biz qara ilə ulduzu bir arada görə bilmərik. Heç o variantlarımızda da yoxdur. Başlayaq artıq üzlərin bir-birlə dayanma vəziyyətini təyin etməyə. Biz baxaq nəyə? Ulduz, bax bir də bu A variantındakı 2 dənə U üzü və ulduz. Ulduzla bu U yan-yanadır. Gəlin digər yuxarıdakı U-nu da fırladıb onların yanına gətirək. Bunu bir dəfə fırlatsam, bura gətirsəm, buradan tutub fırlatsam, U yuxarı doğru baxacaq. Bir dəfə də bunu fırladanda gəlib sağ tərəfə doğru baxacaq. Aha,
Sonra bu tərəfə də fırlatsam, bizim üçün o çox da böyük əhəmiyyət kəsb eləmir. Gəldi bura. İndi nəyə baxıram? X-in üstündə U hansı vəziyyətdə dayanıb? Nəzər yetirsək, X-in üstündə U, onun aşağısı X-in yuxarısına baxır. O birisində isə içərisi ona baxır. Amma variantlarda ikisinin də belə deyək də hissələri baxır. Amma bizim yuxarıda görürük ki, ulduza baxan oradakı U-nun içidir. Birinin içərisi U-ya ulduza doğru baxır. Birinin isə bu hissəsi, belə deyək də, kənar hissəsi. Kənar hissəsi ulduza doğru baxır. Ona görə A variantındakı quruluş yanlış quruluşdur. B variantını yaratmağa çalışırıq. B variantında 2 dənə U formasında olan və bir də qara dairə hissəsidir. Gəl onu da bir yerə köçürməyə çalışaq. Qara dairədir və U-lardır. Bu U-nu bir dəfə fırlatdım, gətirdim bura. Belə düşdü. Bir dəfə də bunu fırladanda dedi ki, gəlib bura düşdü. 2 dənə U-nun bir-biri ilə dayanma vəziyyətinə baxın. U-nun üstündə variantda verib ki, U dayanıb. Yəni U-nun üstündə U olduğu kimi dayanıb. Axı bizim şəklimizdə görürük ki, U-nun üstündə U necə dayanıb? Sağ tərəfə doğru baxır. O sol tərəfində qara dairə var. Burada da bu U-nun sol tərəfində qara dairədir. Amma həmçinin də görə bilərik ki, qara dairənin üstündə U hansı formada dayanıb? Bunun kürə hissəsi dairəyə doğru baxır. Burada isə qol hissəsi baxır dairəyə. Ona görə B variantı da yanlış olur. C variantına baxırıq. Deməli, pəncərə, X və ulduz. Ulduz buradaydı. Ulduzu sildik. Gətirək bura qoyaq. Təzədən. Görürük ki, ulduz, X və pəncərə. Bu pəncərəni buradan qoparıb sağ tərəfə qoya bilərik. Çünki ulduzdan çox aralıdadır. Gətirdik, qoyduq bura. Aşağıdakı da X-i də fırladıb bunun yanına gətirərik. Bu standart, yəni simetrik bir fiqurdur deyə olduğu kimi gəlib düşəcək. Gəlib düşdü bura. Nəyə baxırıq indi? Gəlin C variantındakı quruluşu yoxlayaq. Orientasiyanı. Ulduz gəlir, pəncərə gəlir, sonra isə X gəlir. Ulduz, pəncərə və X. Burada yoxlayırıq. Ulduz, X və pəncərə. Ulduz, X, pəncərə gəldi. Bu quruluş düzgündürmü? Xeyr. Ulduz, pəncərə, X olmalıdır. Amma buradakı ulduz, X, pəncərədir. C variantı getdi. D ilə Y qalıb. İndi onları yoxlayaq. D variantında X-dır. Daha sonra üstündə qara dairə və sol tərəfində də U formasında olan fiqur. Gəlin onu yaratmağa çalışaq. Ulduzu sildim. Bu yenidən yarandı. Silək bunu, qaldıraq yuxarı 1-4-1 formasında baxanda. Çünki daha aydın görmək olur. Gətirdik bu ulduzu bura. Bura gətirmişdik. İndi nəyə baxırıq? X-dır, dairədir və U-dur. Bunları bir yerə gətirmək lazımdır. X buradadır. Gətirək bura X-i. Fırladıb gətirdik bura. X-i gördük, dairəni də gördük. Təbii ki, bu U-dan söhbət gedə bilməz. Çünki bunlar bir-birindən qarşıdır. Bu üç üzə baxa bilmərəm. Eyni anda görə bilmərəm. Çünki qarşı üzlər var. Deməli, baxacağım hissə hansıdır? Baxacağım hissə bu üçlüdür. Baxaq bu üçlüyə. Mavi ilə çərçivələdiyim bu üçlüyə baxmalıyıq. Görək biz oradan D variantını yarada bilirikmi? Gəlin orientasiyaya baxaq birinci. Orientasiyanı yoxlayaq. X-dır, dairədir, U-dur. X gəlir, sonra dairə gəlir, sonra U gəlir. Yoxlayaq. X gəlir, U gəlir, sonda dairə gəlir. X, U, dairə. Ola bilməz. Yuxarıda X, dairə və U idi. Ona görə D variantı yanlışdır. Əlimizdə qalır Y variantı. Düzgün olan cavab Y olacaq. İndi gəlin burada dediyi X, qara dairə və U üzü. O burada tamamilə ödənəcək. Çünki hər üç üzdür, eyni üzlərdir. X-dır. Üstündə qara dairə olanda solda U gəlir. Sağda. X-dır.
qara dairədir, sonu da gəlir U. X qara dairə U, orientasiyada heç bir problem yoxdur. Orientasiya ödənirsə, indi dayanma vəziyyətinə baxaq. U-nun X ilə dayanma vəziyyətinə baxsaq əgər, U-nun aşağısı X-a baxır. U-nun kürək hissəsi X-a baxaq deyə bilərik. Aşağı hissəsi X-a baxır. Buradan da görürük ki, onun aşağı hissəsi X-a baxır. Yəni, Y variantındakı quruluş tamamilə düzgün bir quruluşdur. Ona görə də cavab Y variantı olmuş olur. Daha sonra, məsəl üçün 30-cu sual. 30-cu suala nəzər yetirsək, görürük ki, ortada olan bu qara dairənin ətrafında, yəni qonşuluğunda olan üzlər hansılardır? Bu 4 dənə olan üz. Yanında olan 4 dənə üz bunun qonşusudur. Bəs o qara dairənin qarşı üzü hansıdır? Qara dairənin qarşısı ağ olandır. Yəni mən qara dairə ilə ağı eyni bir görüntüdə görə bilmərəm. Heç zaten onun elə bir olduğu variantda yoxdur. İndi gəlin variantlarda nəyə nəzər yetirək? Qara dairəni düşünün, bükəndə qara dairənin ətrafında heç bir ağ bir hissə yoxdur. Bunlar büküləndə, bu beşlik büküləndə üst hissədə qalır qara dairə, sağında, solunda, arxasında və ön hissəsində nələr olacaq? Qara, yuxarısı qara, aşağısı ağ. Onda belə çıxır ki, C variantındakı bu ağ hissə dairəyə yaxın ola bilməz. Çünki dairəyə yaxın olan hissələrin hamısı qaradır. Ona görə baxın, burada ağ yaxındır, çıxdı. Burada dairəyə yaxın olan hissələr ağdır, getdi. Burada dairəyə yaxın olan hissə ağdır, bu da getdi. Qaldıq ya A variantı, ya da B variantı arasında. İndi hansı düzgün olacaq, onu yoxlamaq lazımdır. İndi isə bu üzlərin hər birinin qaranın yaxınlığında, elə belə düşünək. Qara dairədir. Qara dairədir burada. Aşağısında isə ağ üz var. Və bunun ətrafı, bütün hamısı qaradır. Buraları ancaq qaradır. Arxasında da üstü qaradır. Üstü qaradırsa, alt hissəsi ağdır və dairənin qarşı üzü də zaten ağ üz deyil. Onda bunun üstü əslində belədir. Altdan görüntüsü budur, üstdən görüntüsü də budur. Burası ağdır. Bu hissələr qaradır. Bu hissələr qaradır. Onda düzgün görüntü, B variantındakı görüntü olacaq. Bəli, B olacaq. Çünki əgər bu fiqurların 4 bir ətrafda olan, məsələn, qutunun 4 bir ətrafının üst hissəsində olan hissələr qaradırsa, alt hissəsi nə olacaq? Bütövlükdə ağ olacaq. Ağa ağlar yaxın olur, qara dairəyə də qara hissələr yaxın olur. Bu səbəbdən də B variantı düzgün cavab olmuş olacaq. Sonra məsəl üçün 31-ci sualda görürük orada 3 dənə ağ üz var. 3 dənə ağ üz var deyə biz qarşı üzlər qaydasından istifadə eləyə bilmirik. Çünki buradakı ağ bunun qarşısıdır. Buradakı ilə bunu ancaq bilmək olar. Bu ağla da bu ağ qarşı üzdür. Biz tamamilə bilə bilmirik ki, yəni bunun qarşısı hansı ağ olacaq və s. İndi bildiyimiz tək odur ki, mən dairə ilə bu fiquru eyni bir görüntüdə görə bilmərəm. Ona görə də hansı variant yanlış olur? C variantı yanlış olur. İkisini eyni görüntüdə veriblər. A variantı yanlış olur. İkisini eyni görüntüdə veriblər. Keçirik B, C və Y variantlarını yoxlamağa. Görə B variantında nə baş verər? Baxırıq ki, deməli bu üzdür, sonra üçbucaqdır, daha sonra ağ üzdür. Üçbucağı fırladıb gətiririk bura. Bir dəfə buradan tutub fırlayanda üçbucağın bu hissəsi bura baxır, yuxarıya doğru baxır. İndi bir dəfə də fırladanda nə baş verəcək? Üçbucağın aşağı hissəsi, yəni bu hissəsi aşağıya doğru baxacaq. Bu formada fırlatdıq. İndi görək, o üçbucaqla fiqurun ağ hissəsimi, qara hissəsimi bir-birinə bağlantılı. Görürəm ki, bu fiqurun, ağlı qaralı fiqurun qara hissəsi üçbucağa baxır. Amma B variantında fiqurun üçbucağa baxan, yəni üçbucağa baxan hissəsi ağdır. Ona görə B yanlışdır. Həmçinin Y-də də bu üçbucaq həmin fiqurun ağ hissəsinə baxır. Axı qara hissəyə yaxın olmalıdır şəklimizə görə. Ona görə Y variantda gedir və doğru cavab D qalmış olacaq. Bu da necə düzəlir? Bunu gətirir, buradakı ağı qoparıb gətirir bunun yanına, bura düşür. Daha sonra nə edir? Bu yuxarıdakı ağı da gətirir bura.
və eyni görüntü olur. Eyni görüntü. Bunun üstündə ağ, sağ tərəfində də ağ. Doğru cavab da olur D. Sonra 36, 37, 38, 39, 40 sayılı suallarda, daha doğrusu 36, 38 sayılı sualda açıq forması verilib, digər bir açıq formasını bizdən soruşur. Baxırıq nəyə? Variantları yoxlamağa. İlk öncə biz bunun 1-4-1 formasına gətirə bilərik. 1-4-1 formasına gətirəndə yuxarıda olan üzü neyinirik? Gətirib düşürürük, fırladırıq elə bil ki aşağıya. Mərkəzə doğru. Qara üz gəldi düşdü bura. Sonra burada olan üzü də qaldırırıq yuxarı. O mərkəz hissəyə gələndə nə baş verəcək? Diagonal gəlir, buradan düşür. Üzlər bu vəziyyətdə olur. Digərlərini silə bilərik. Yəni buradan çəkdiyimiz üz artıq burada yoxdur deyə buradan silmək olar. Yəni kubun daha rahat görmək üçün 1-4-1 formasını biz bərpa elədik. 1-4-1 formasını bərpa eləyirik. Daha sonra oradan qarşı üzləri və s. görmək daha rahat olur. İndi bu bizim kubun artıq 1-4-1 formasıdır. Və onun üzərində baxaq. Baxırıq məsələn A variantındakı şəklə. A variantındakı şəkildə görürük ki, hansı hissələr var? Pəncərədir, bu Z formasında olandır, düz xətdir. Onların dayanma vəziyyətinə baxaq. Nəyi görürük? Bu Z-in üstündə, bu Z-in Z formasında olan hissənin üstündə belə bir xət var. Xət bu formada dayanıb. Həqiqətən də onu buradan görürük. Bu Z-in üstündə xət necə dayanıb? Düz formada dayanıb. Sağ tərəfində nə var? Sağ tərəfində də X dayanıb. Yəni bu A variantındakı belə deyək də quruluş tamamilə düzgün olan bir quruluşdur və bizdən də zaten olmayan deyir. Açılışa uyğun olmayan kub seçin. A uyğundur, getdi. B variantına baxıram. B variantında görək hansı üzlər var, hansı üzləri yarada bilərik. Deyir burada X üzü var, sonra diagonal var, yəni belə X ortası kvadrat, diagonal var, pəncərə var. Bu üçlük. Deməli, baxıram ki, diagonal bunları birləşdirən bir mərkəzə toplanıb. Orientasiyanı da yoxlasam, pəncərə, diagonal və ortası qara kvadrat olan. Pəncərə, diagonal və ortası qara kvadrat. Diagonal da bunların ortasına gəlir. Həqiqətən də bunların gəlib ortasına birləşib. Heç bir problem yoxdur B-də. C variantına baxıram. Z-dir, o xətdir, bir də pəncərədir. Aha, bu xət dedik ki, Z-ə necə dayanıb? Z-in çubuğuna, orta çubuğuna paraleldir. Bu buradakı kimi Z-in orta çubuğuna paraleldir. Və həmçinin bunda sağ tərəfində nə var? Bu pəncərə olan hissə var. C-də də heç bir problem yoxdur. Problem ya D ya da Y variantında olacaq. D-yə baxıram. D-də verib belə bir üz. Bu hissə, yəni birinci, sonra Z olan, bir də bu aşağıdakı. Onları gətirək, bu aşağıdakını mən fırladıram bura. Fırladanda gəlib bura düşdü. Ortası da kvadrat. Ortası kvadrat oldu. Baxaq görək indi o üçlünü yarada bilirikmi buradan? Z gəlir, orientasiya ilə da, yəni Z gəlir, daha sonra bu fiqur gəlir, daha sonra ortası dairə olan. Z olan, ortası kvadrat olan, daha sonra dairə olan. Z gəlir, ortası kvadrat, sonra ortası dairə. Və baxıram ki, bu ortası dairə olan hara birləşib? Z-in çubuğuna birləşib, daha doğrusu ortası kvadrat olan çubuğuna birləşib. Burada birləşib ortası, bəli, birləşib və eyni zamanda onların ortasındadır. Tamamilə düzgündür. Sadəcə nə var burada? Nə məsələ var? Fikir verməli olduğumuz məqam nədir? Onun birləşdiyi xət. Yanlışlıq nədən ibarətdir? Bu pozuldu. Belə eləyək. Yanlışlıq budur ki, bunun gəldiyi hissə bunun üçbucaq formasında ayırdığı hissədir. Amma burada gəldiyi hissə boşluq hissəsidir. Yəni əslində Z-in burada dayanma vəziyyəti əksinə olmalı idi. Bu formada olmalı idi. Bu formada olmalı idi Z.
Elə Y variantında da əslində onun düzgün versiyasıdır. D ilə Y tamamilə bir-birinin, belə deyək də, əksidir. Burada bu ortadan gələn dairəyə baxın, o hara birləşib? Bu Z-in üçbucaq formasında ayırdığı hissəyə birləşib. Həqiqətən də burada da, yuxarıda da Z-in üçbucaq formasında ayırdığı hissəyə birləşib bura. Ona görə də düzgün olmuş olur Y variantında. D-də isə problem dediyimiz kimi bunun birləşdiyi buradan üçbucaq formasında ayrılan hissə olmalıdır. Və üzləri nə qədər fırladırıqsa fırladaq, dayanma vəziyyətləri nə olur? Y düzgün idi, yanlış olan D idi. Üzlərin dayanma vəziyyəti heç vaxt dəyişmir, eyni qalır. Bu səbəbdən də dediyimiz kimi vurğulayaq ki, fikir verəcəyimiz ən vacib məqam üzlərin qarşı üzlər məsələsidir, orientasiya məsələsidir və ən əsası üzlərin bir-biri ilə dayanma vəziyyəti, qarşılıqlı vəziyyətidir ki, ən əsas bizə kömək olacaq odur. 37-yə də baxaq. 37-ci sualda A variantındakı üzlərə baxıram. Qaradır, üstündə üçbucaq olanda baxaq bu. Bu tamamilə yanlışdır. Çünki bu üç üz, bu üç üz. Üç üzdən söhbət gedir. Heç vaxt eyni anda görüntüdə olmaz. Çünki üçbucaqla bu xətt, yəni bu bir-birinin qarşı üzləridir. Eyni görüntüdə olmaz. Ona görə də doğru olmayan məhz A variantı olur. Açılışa uyğun olmayanı soruşur. Digər variantlar tamamilə düzgündür. Yoxlaya da bilərik. Məsəl üçün, həm üzlərin orientasiyası, həm də dayanma vəziyyətinə görə düzgün olur.